İnsan bəzən özünü yetim hiss edir, kimsəsiz hiss edir. Bəzən özünü boşluqda hiss edir. Yalnız hiss edir. Bəzən anlayır ki, kimsə onu anlamır. Kimsə onu başa düşmür və öz tənhalığında boğulmağa başlayır. Bax, bu an xoşbəxtliyin sirrinə ən yaxın olduğun andır. Mənim bir şeir parçam var. Deyirəm orada, tənha kimsəsiz gəzən, dərdə qəmə tək dözən, ağlayıb dodaq büzən, bezməyindən də bezən, sənsən, sənin möcüzən. Sən bir möcüzəsən, amma bunu bilmirsən. Ona görə də axan göz yaşlarını silmirsən, ürəkdən, qəlbdən gülmürsən. İnsanın möcüzəsi, düşünək, bütün bu kainatı, varlıqları, hər şeyi yaradan, yaşadan bir qüdrət var. Və o qüdrət səni də yaradıbdır, yaşadıbdır. Və hal-hazırda səni